Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün AFFA 10 Liqası Xəzər-Bakı vətən görüşü sizlərə təqdim olunur. Hər iki komandaya bugünkü görüşdə uğurlar arzu edirik. Komandaların heyətlərinə keçid almamışdan əvvəl ilk növbədə bizi bu oyuna dəvət etdiyi üçün vətən komandasının 2 nömrəli kapitanı Adəm Atazadəyə öz təşəkkürümüzü bildiririk. Komandaların heyətləri ilə tanış olaq. İlk növbədə vətəndən başlayaq. Qapıda 12 Bilal Habilzadə, 2 Adəm Atazadə komandanın kapitanıdır. 7 Mirəfqan Hüseynli, 8 Renat Qurbanov, 9 Ayaz Talıbzadə, 14 Abdullah Zakişiyev, 22 Həmzə Əmirli. Digər bir qapçı 1 nömrə Mustafa Çevirmə, 4 Malik Mehdiyev, 11 Camal Şıxseydov, 13 Ömər Əsədov, 21 Adnan Sadıqov komandanın baş məşqçisi Teymur Acalovdur. İndi isə Xəzər-Bakıda 1 nömrə qapçı da Mustafa Orucov, 6 Tunar Qurbanov, 5 Selim Muhammedov, 7 Ayxan Zeynalov, 8 Ömər Bayramzadə, 11 İbrahim Bağurov, 23 Məhəmməd Məmmədov, 3 Davud Musayev, 10 Hüseyin Xammədov, 4 Əkbər Əhmədov, 14 Elmir Əliyev, 17 Ümid Məhərrəmli, 13 Emin Davudov, 16 Anar Bağurov, 21 Mansur Ahmet Basiri. Komandanın baş məşqçisi Cəlal Həsənlidir. Xəzər-Bakı ev tapşırığı indi içəriyə doğru ötürmə. Adəm topu meydandan çıxarır. İkinciden zərbə ilə Xəzər-Bakı Ayxan Zeynalov topu oyuna daxil etməlidir. Xəzər-Bakı görüşə fəal başı içəriyə doğru ötürmə. Bilal topu qarşılayır. Selim burada Bilal topu ələ keçirir. Yaxın nöqtə olan komandir Bilal. Selim burada sona qədər mübarizə aparır və bir anlıq qaydanın pozulduğunu düşünmüşdüm. Hakim isə outdan Xəzər-Bakı topu oyuna daxil etməli deyir. Hakimi isə təqdim edirəm Məhəmməd Rəhimli qapı istiqamətinə, o qədər də təhlükəli olmayan zərbə. Adəm Atazadə out atışını yerinə yetirir. Vətən hücum qurmağa çalışır. Həmzə sağdan içəriyə doğru ötürmə, qapıya zərbə, top qapıda da top istiqamətini dəyişsə də qolun adını dəyişmir. Həmzə Əmirli. Qarşılaşmada artıq qol vurulub. Vətənin 22 nömrəsi Ayxan Adəm hücumun qarşısını kəsir. Bilal top oyuna daxil edəcək. Adəm. Yenidən Adəm. Az qala Xəzər-Bakı burada topu qazanacaqdır. Mirəfqan keçdi, ötürmə, qayda pozulmadı. Ayaz ötürmə, qapıya zərbə vurmaq olar, ikinci gol gəlir. Vətən gözəl qurulmuş hücumu qolla tamamlayır. Mirəfqan Hüseynli burada zədələnən, amma ayağı qalxaraq oyunu davam etdirəcək. Vurulan bu qolla onun zəhmət də böyükdür. Vətəndə artıq oyuncu dəyişikliklər də baş verdi. Sol cinaha doğru ötürmə Ömər Əsədov. Camal istiqamətli edilmiş bir ötürmə idi. Vətən qapı istiqamətinə zərbə, top dirəkdən qayıdır. Daha bir zərbə, qapıcı yaxşı oynadı və top meydanı tərk edir. Mustafa komandasını Real qoldan xilas etdi. Və Selim az qala buradan rəqibidən topu almağı bacaracaqdı. Pavelin zərbəsi dirəkdən qayıtdı. Outdan Xəzər-Bakı buraxılan qollardan birinin əvəzinə çıxmağa çalışır. Ömər Məhəmməd qapı istiqamətinə Ayxan indi səhv etmirəmsə zərbəni vuran oyuncu.
Adem. Əsədov. Adnan Sadıqovu meydanda görürük. Adnan qapıya zərbə. Top az fərqlə qapının yanından keçir. Hakim isə ilk hissənin başa çatdığını bildirir. Qısa fasiləyə ayrılır. Bir də vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. İkinci hissə başladı. Hər iki komandaya uğurlar arzu edirik. İlk hissədə vətənin vurduğu 2 qol yadda qalan oldu. Hər iki qolun müəllifi Həmzə Əmirli. Outdan Ayaz Talıbzadə. Vətən komandası niyyətində qapıcı dəyişikliyi baş verdi. Vidadi Qafarov oyuna daxil oldu. Rəfqan ötürmə, zərbə indirilir. Ayazın zərbəsi o qədər də təhlükəli alınmadı. Geriyə Adem Vidadi ilə oynuyor. Ayaz keçdi rəqibini. Ayaz topladı sol cinaha doğru. Əla bir ötürmə. Qapısı irəlidə, amma Mirəfqan Adem Atazadə top oyuna daxil edir. Yenidən Adem içəriyə doğru ötürmə. Ayxan rəqibdən top almağı bacarır. İçəriyə əla bir ötürmə. Qapı istiqamətdən zərbə indirilir, amma Adem Atazadə topu boş qapıdan çıxarır. Davudun zərbəsi idi. Adem xilaskar rolunu oynayır. Xəzərbakı buraxılan qollardan birinin əvəzinə çıxmağa çalışır. Vətən sürətli əks-hücuma çıxır. Qapıcı Həmzə ilə dueldən qalib ayrılır. Davud Musayev oyuna çox yaxşı qoşulub. Selim cərmə zərbəsindən Adem Atazadə topu oyuna daxil edəcək. 2 nömrəli oyuncu komandanın kapitanı Məhəmməd Rəhimlinin işarəsini gözləyir. İşarə gəldi. Qapı istiqamətdən zərbə. Müdafiəçi yaxşı oynayır. Daha bir zərbə. Adnan Sadıqov 3-cü qolu vurur. Fərq bir qədər də artdı. Vətənin qolu. Adnan bu cür qol sevinci qeyd edir. Qolun təkrarı bizlərə bir daha təqdim olunur. Və cəlmə zərbəsini Xəzərbakı Davud Musayev topun gerisində də Emin Davudov da var orada. Davuddan zərbə, qapıcı Mustafa çevirmə. Bir nömrəli qapıcı Adem'lə oynuyor. Adem bugünkü oyunun çox fəal futbolçularından biridir. Outdan top meydana tərk etdi. Və görüş başa çatdı, hörmətli futbol azarkeşləri. Hər iki komandaya bundan sonraki oyunlarda uğurlar arzu edirəm. Amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Xəzərbakıda 3 nömrəli oyuncu Davud Musayev oyunun ulduzu isə yəqin ki siz də mənimlə razılaşarsınız. Faydalı iş əmsalına görə Vətən komandasının 22 nömrəli oyuncusu Həmzə Əmirlidir. Amma 2 nömrəli oyuncu Adem Atazadənin əzmkarlığını xüsusilə qeyd etmək lazımdır. Bizə ayrılmış vaxt burada başa çatdı. Sağ olun, sağlam olun.